İslam dinində şəhid o kəsə deyilir ki, Allah yolunda öz canından keçmiş olsun. Şəhid kəlməsi ərəb mənşəli olan bir sözdür. Bu söz şəhədə kökündən götürülmüşdür. Məsdəri isə şəhadətdir. Şəhid və ya şəhadətin mənası bundan ibarətdir: şahid olmaq, hazır olmaq, söz vermək, vədə vermək mənalarında istifadə olunur. Məcmu'l Bəhreyn kitabının müəllifi Fəxruddin Tureyhi bu kitabda şəhadət sözünə gözəl şəkildə açıqlama vermişdir. Müəllif kitabında qeyd etmişdir ki, ona görə şəhadət, şahid, hazır olmaq və ya vədə vermək mənasında istifadə olunur. Şəhid can verən zaman şəhadətə yetən, yəni şəhadət şərbətini içdiyi o məkanda bütün mələklər orada həm müşahidə edərlər və həm də hazır olarlar. Və həmçinin də şəhid və ya şəhadət kəlməsi ona görə vədə, söz vermək mənasındadır ki, Allah və firiştələri vədə vermişdilər ki, şəhidlər cənnətə daxil olacaqlar. Necə ki, Mütəallah Qur'an-ı Kərimdə Ali İmran surəsində belə buyurur: Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Və la təhzəbənnəl-ləzīnə qutilu fi səbilillah əmvata bəl əhyəun əndə rabbihim yurzaqun. Siz Allah yolunda qətl olunanları ölü saymayın. Onlar əksinə Allah yanında diridirlər və onlar Rəblərinin yanında ruzi yeyirlər. Ona görə şəhadət, şəhidlik böyük bir məqamdır. Mütəallah bu məqamı, bu böyük rütbəni hər bir insana nəsib etmir. O cümlədən də 44 günlük müharibədə bütün şəhidlərimizi biz anırıq, onların ruhları qarşısında baş əyirik. Allahdan onların əzizləri üçün, onların valideynləri üçün səbir diləyirik. Allah bütün şəhidlərimizi rəhmət eləsin.